Kızlar, bugünkü mövzumuz olacaq öz dəyər mövzusu. Hər birimizin həyatında özümüzü dəyərsiz hiss elədiyimiz anlar olur. Dostluq münasibətləri, ailə münasibətləri, romantik münasibətləri. Məndə ən çox siniflə bağlı olurdu. Elə görünməsəm də uşaq vaxtlarında həmişə beynimə takırdım. Dostum yoxdur, əhatəm yoxdur. Hər kəslə eyni münasibətə qura bilmirəm. Bir yerdə gördüm ki, bu əslində mənimlə bağlı bir şey deyilmiş. İnsanın məncə yaxın olduğu bir və yaxud iki nəfər olmalı. Digərləri qonaq ola bilər. Kim dəyişməyə çalışmayın, sadəcə mühitinizi dəyişdirin, yeni insanlar edinin ki, sizin düşüncələrinizə dəyər verən insanlar çox olacaq. Fırsa məndə deyir, mən texnikin bu aletindən istifadə edib biraz göz makiyajı eləmək istəyirəm. Özünüzlə tək qalmaqdan qorxmayın. Özünüzlə tək qaldıqca özünüz daha çox kəşf eləyəcəksiniz. Nələr sevirsiniz, nələr sevmirsiniz. Harada vaxt keçirmək sizə maraqlıdır, nəyi oxumaq sizə maraqlıdır. Bunlara elə davam eləyəcək. Qadına, anaya, ümumiyyətlə qadın adlı bir varlığa incəlik yaraşar, zəriflik yaraşar, həqiqətən ayğıkeşlik yaraşar. Amma ki, bunu həddindən çox eləsəz, bu artıq fədakarlığa gətirib çıxarır, altruizmə gətirib çıxarır. Bu da sizi negativ hiss elətdirəcək. Hər zaman özünüzü sevin, sevgi ilə qalın və hansı mövzularında gəlməyini istəyirsinizsə kommentlərdə mənə bildirsəz, mənim işimi asanlaşdırmış olarsınız.